Tacir Şahmalıoğlu, mən sizi dinləmirəm, əcəb deyirəm. Mənim öz dinlədiyim müğənnilər var. Yalçın Rızazadə, Oktay Ağayev, Flora Kərimova, Polad Bülbüloğlu, Cavan Zeynallı. Sizi dinləmirəm, əcəb eləyib dinləmirəm. Mən sizi dinləmirəm. Siz mənim müğənni kimi dinləmək istəmirəm. İndi mən xəstəyəm. İndi mən sizə böyük sənətkar demirəm. Mən xəstəyəm. Mən Cavan Zeynallıya deyirəm böyük sənətkardır. Mən İntiqam Kərimova deyirəm böyük sənətkardır. Mən Elza Seyidcahana deyirəm böyük sənətkardır. Mən belə Cavan Zeynallıya deyirəm böyük sənətkardır. Bəli, mən sizi dinləmirəm. Heç dinləmək də istəmirəm. Bu nə deməkdir? Bu nə ifadədir? Bu nə açıqlamadır ki, kim ki mənə böyük sənətkar demir, onlar xəstədir. Mən poliklinikaya getmişəm. 3 gündür müayinə olunmuşam. Tam sağlamam, bütövlükdə. Musiqi dinləmək qabiliyyətim yüksəkdir, hiss etmək qabiliyyətim yüksəkdir. Duyğularım, çox gözəl duyğularım var. Musiqini duyuram. Amma sizi dinləmirəm və sizə böyük sənətkar demirəm. Demirəm. Bunu biraz sizinlə bağlı belə ifadəyi işlətsəydik, deyərdin ki, mən o adamları məhkəməyə verəcəm, təzminat alacağam. İndi necədir sizi məhkəməyə verək, təzminat alaq sizdən? Sən insanlara deyirsən ki, onlar xəstədir. Mənim dinlədiyim öz müğənnilərim var. Bəli, onlar böyük sənətkarlardır. Çox böyük sənətkardır. Elə İntiqam Kərimov çox böyük sənətkardır. Sözünüz var mənə? Bunu başqaca ifadə eləmək olardı ki, onların öz dinlədiyi müğənnilər var. O hər insanın özünün böyük, möhtəşəm, nə bilim sənətkar kimi baxdığı insanlar var. Lazım deyil bu ifadəni işlətmək və insanları təhqir etmək. Sara Səfra Bahadurdan tövsiyə belə etməyin və sizi dinləmirəm. Heç sizə böyük sənətkar deyim mi sizə? Mənim öz böyük sənətkarlarım var.